Herkese salam. Ben Səbinə Sultanova. Bugün sizinle birlikte olacağım. Və bugünkü mövzumuz bizim feodal münasibətlərin yaranması mövzusu olacaq. Keçən dərsimizdə biz Albaniya dövləti, qədim Albaniya dövlətinə səyahət haqqında danışmışdıq və onu yarıda saxlamalı olduq. Çünki ikinci hissəsinə keçmədən öncə mütləq şəkildə feodal münasibətlərin yaranması haqqında da bir fikriniz olmalıdır deyə düşündüm. Albaniya dövləti çox uzun bir dövr mövcud olmuşdu. 1000 illik bir dövrdən bəhs edirik və həm quldarlıq dövrünü, həm də feodalizm dövrünü keçmişdir. Və keçən dərsimizdə bizim danışdığımız məsələlər əsasən onun quldarlıq dövrü ilə əlaqəli olan məsələlər idi. Və bugün biz feodal münasibətlər haqqında danışacağıq və gələn dərsimizdə artıq Albaniyada feodal münasibətlərin inkişafı, həmin dövrdə nələr baş verib, hansı hökmdarlar, sülalələr və döyüşlər olub, sülhlər olub, bu haqqda danışacağıq. İndi isə gəlin danışaq erkən feodalizm haqqında, feodal münasibətlərin meydana gəlməsi haqqında. Ümumiyyətlə sizin bu haqqda fikirləriniz nələrdir? Sizdən də bir soruşmaq istəyirəm. Feodalizmi necə təsəvvür edirsiniz? Bu haqqda nələr bilirsiniz? Aşağıda şərhlərdə qeyd edə bilərsiniz. Mən isə videonu davam edim. Feodalizmin ilk əlamətləri hələ quldarlıq quruluşunun daxilində yaranmağa başlamışdı. Belə ki, bu dövrdə orta əsrlərdə hərbi qulluq müqabilində torpaq sahəsi verilirdi hərbiçilərə və bu torpaq sahəsi də feod deyildiyindən daha sonra bu torpağın sahibi feodal adlanmağa başladı və dövrdə feodalizm dövrü adlanır. Şərq ölkələrində feodal münasibətlərin yaranması və inkişafı Avropadan fərqlənirdi. Belə ki, quldarlığın bəzi qalıqları burada qorunub saxlanılırdı. Tayfa münasibətləri hələ də feodalizm dövründə də görünürdü. Buna görə də burada bu dövrdə yaranan dövlətlər coğrafi məkanla deyil, daha çox sülalə adları ilə tanınırdı. Və burada sizə ikinci bir sualımı vermək istəyirəm. Azərbaycanda yaranmış erkən feodal dövlətlərindən hansılarını tanıyırsınız və adları necə idi? Diqqət etsəniz, həmin dövlətlərin adları coğrafi məkanla deyil, sülalə adları ilə tanınır və bunları bilmək sizə bu dövrdə, feodalizm dövründə, yəni şərq ölkələrində yaranmış dövlətlər haqqında, onların quruluşu, hökmranlığı haqqında bir fikir yürütməyə, təsəvvür sahibi olmağa sizə kömək edəcək. Feodalların torpaq sahibliyinin irsi və şərti olmaqla iki forması var idi. İrsi torpaq sahibləri olan feodallar əsasən keçmiş quldarların nəsillərindən idi. Şərti torpaq sahibləri isə feodu qulluq müqabilində dövlətdən alırdılar. Onların bu torpaqları satmaq, bağışlamaq hüquqları yox idi. Süvarma sistemləri böyük xərc tələb etdiyi üçündə feodallar şəxsi təsərrüfatları da yox idi. Onlar gəlir əldə etmək üçün istər xüsusi mülkiyyətlərində, istərsə də qulluq qarşılığında aldıqları torpaqları kəndlilərə icarə verirdilər. Gəlin biraz da şərqdə və qərbdə feodalizm haqqında danışaq. Şərqdə feodal münasibətlərə keçid dövründə cəmiyyətin əsas istehsal qüvvəsi azad kəndlilər idi. Suvarma sistemləri, əkilməyə yararlı torpaqlar dövlətə məxsus olduğundan yeni yaranan ictimai quruluş dövlət feodalizmi adlanırdı. Bu halda kəndlilərin əksəriyyəti vergini bir qayda olaraq dövlətə ödəyirdi. Bəs qərbdə necə idi? Qərbdə, Avropada feodal münasibətlərin yaranması, Roma imperiyasının dağılması, qonşu xalqların hücumları və xristian dininin yayılması ilə müşahidə olunur. Burada videomuzu saxlayaq və sizə üçüncü sualımı verim. Roma imperiyasının dağılması haqqında nələr bilirsiniz? Hansı tayfaların hücumları, əsasən də türk tayfalarının bu hadisənin baş verməsinin nə kimi rolu var? Bu haqqda fikirlərinizi, bildiklərinizi şərhlərdə qeyd edin. Mən isə davam edəcəm. Nəticədə Qərbi Roma torpaqlarında yerləşən xalqlar öz dövlətlərini yaratdı. Şəxsi tayfa başçıları krala çevrildilər və ələ keçirdikləri torpaq sahələrini orada yaşayan kəndlilərlə birlikdə xidmət müqabilində keçmiş döyüşçülərinə verirdilər. Bu torpaqlar irsən keçirdi. Krallıqların əraziləri böyüdükcə paylanan torpaqların sahələri də genişlənirdi. Bu sahibkarlar torpaqlarını onlardan asılı olan vassallara paylayırdılar. Nəticədə nə yarandı sizcə? Bəli,
Feodal nərdivanı. Feodal nərdivanı deyilən bir sistem yaranır və bu sistem feodal pərakəndiliyin artırmasına səbəb olur. Bu nərdivanın yuxarısında kral dayanır. Ondan aşağıda hersoq və qraflar, sonra baronlar, sonuncu pillədə isə cəngavərlər dayanırdı. Aşağı pillədə olan feodal torpaq sahəsi aldığı və ondan yuxarıda dayanan feodala sədaqət andı içirdi və onun vassalına çevrilirdi. Yuxarı pillədə dayanan vassal ancaq senyorundan əmr ala bilərdi. Buna görə də Avropada belə bir deyim də var imiş ki, vassalımın vassalı mənim vassalım deyil. Get-gedə artan feodal pərakəndiliyi ticarət əlaqələrinin daha da zəifləməsinə səbəb olur. Buna görə də ayrı-ayrı feodal mülklərində yaşayan sənətkarların düzəltdikləri məhsullar bazara çıxarılmaq üçün yox, orada yaşayan əhalinin tələbatını ödəmək üçün nəzərdə tutulurdu və bu natural təsərrüfat adlanırdı. Feodalizmin ilk mərhələsində Avropa kəndliləri azad və təhkimlilərə bölünürdülər. Təhkimli kəndlilər feodaldan çıxıb getmək, hətta onun icazəsi olmadan evlənmək hüququ belə yox idi. Bəzi Avropa ölkələrində təhkimli kəndli hətta qul kimi alına və satıla bilərdi. Feodal münasibətlər inkişaf etdikcə azad kəndlilər də təhkimli vəziyyətinə salınırdılar. Feodalizm dövründə kəndlilərin əsas istismar vasitəsi biyar idi. Yəni, biyar vasitəsilə kəndliləri ancaq istismar edirdilər. Biyar nə idi? Biyar ilin əvvəlcədən müəyyən edilmiş günləri olurdu. Həmin günləri kəndlilər öz iş heyvanlarını, öz əmək alətlərini götürürdülər, gedirdilər feodalın təsərrüfatında torpaq sahibləri üçün işləməyə. Onlar üçün pulsuz işləyirdilər. Kəndlilər bəzən həftənin 3 gününü biyara çıxmalı olurdular və bu istismarın digər forması da torpaqdan istifadəyə görə alınırdı. Məhsul vergisi idi. Bu vergi bəzən məhsul töycüsü də adlanırdı. Kəndli becərdiyi məhsulun müəyyən bir hissəsini feodala və ya dövlətə ödəməli idi. Bu istismar forması uzun müddət də davam etmişdi. Feodalizmin dağılması ərəfəsində məhsul vergisi pul töycüsü ilə əvəz olundu. Ticarət və sənətkarlığın inkişafı nəticəsində tədricən natural təsərrüfat, yəni məhsulla ödəmə təsərrüfatı dayandı. Bunun əvəzinə bazar inkişaf etdi. Bazar üçün istehsal olunan məhsullar artmağa başladı. Pul istehsalı artdı, ticarət gücləndi. Buna görə də feodallar vergiləri məhsulla deyil, pulla alınmağa başladılar. Onlar torpaq sahibləri ilə yanaşı həm də dini idarələrə vergi verirdilər. Bu vergi adətən kəndlinin əldə etdiyi məhsulun 1/10-ni təşkil edirdi. Feodalizm dövründə şərq və qərb kəndlilərinin ödədikləri vergilər o qədər də fərqlənmirdi. Kəndlilər ağır istismara məruz qalırdılar. Buna baxmayaraq feodalizmin yaranması bəşər tarixi inkişafında mühüm rol oynayıb. Quldarlıq quruluşundan fərqli olaraq dünya xalqlarının əksəriyyəti bu mərhələdən keçmişdi. Burada sizə başqa bir sual vermək istəyirəm. Bəs quldarlıq quruluşunu keçməyən xalqlar hansılardır? Birbaşa ibtidai icma quruluşundan feodalizmə keçmişdilər. Aşağıda şərhlərdə qeyd edə bilərsiniz. Feodalizmə keçid müxtəlif ölkələrdə ayrı-ayrı dövrlərdə baş verib. Şərq ölkələrində bu quruluş daha tez yaranmışdı. Qərb ölkələrində isə daha nisbətən gec yaranmış, amma tez dağılmışdı. Başqa nəsə suallarınız olarsa şərhlərdə mütləq şəkildə qeyd edin. Sizi cavablayacağım. Növbəti dərslərimizdə görüşənədək.